Salam dəyərli izləyicilər. Bu gün sizlərlə bir yerdə Dövlət İmtahan Mərkəzinin test toplusundan orfoepiya mövzusunun testlərini izah edəcəyik. Bundan əvvəlki mövzuların izahı da kanala yerləşdirilib. Keçid eləyərək onları da izləyə bilərsiniz. İndi isə vaxt itirmədən keçək testlərə. Deməli, birinci sualda deyilir, hansı cərgədə hər iki sözün tələffüzü səhv göstərilmişdir? A variantında verilib şirniyyat, təqsir. Şirniyyat sözünün yazılışında 2 y var. Görürük ki, tələffüzdə biri düşüb. Bu düz verilib. Bir də verilib təqsir sözü. Bu da yazılışda q ilə yazılır, amma tələffüzdə kar qarşılığına keçir. Yəni A variantı düzgün verilib. B variantı miqdar olduğu kimi tələffüz olunur. İstiqlal, bu da burada t, d kimi tələffüz olunmalı idi. Birinci söz düz olduğuna görə götürmürük. Daha sonra C variantı əziyyət, qənaət. Əziyyət sözündə qoşa yılardan biri düşməli idi. Qənaət sözündə də y artırılmır. Bilirik ki, dilimizdə bəzi sözlər var. Məsələn, qənaət, bəraət, qənaət və s. tipli sözlərdə tələffüzdə və yazılışda heç bir fərq olmur. Deməli, burada cavabımız oldu C variantı. C variantı. D variantında şəffaf, kəşfiyyat. Bu tələffüzü düz verilib. Daha sonra anmaq, qonmaq. Burada anmaq sözüdür. N, M-ə keçib. Qonmaq sözündə də yenə N ilə yazılır. Tələffüzdə M-ə keçir. Bu da düz verilib. Cavab oldu C variantı. Daha sonra ikinci, hansı sırada bütün sözlərin tələffüz forması düzgündür? A variantına baxırıq. Fəvvarə. A uzun tələffüz olunur. Düz verilib. Paraşüt yazıldığı kimi tələffüz olunur. Şərtləşmək. Bu da yenə düzgün formada verilib. A variantı düzgündür. Daha sonra digərlərinə də baxaq. Karifey düzgün verilib. Burada ikinci sözdə türk sözüdür. Türk sözü yazıldığı kimi tələffüz olunur. Yəni burada İ səsindən yox, K ilə tələffüz olunmalı idi. Bu səhv verilib. Polad sözündə də sondakı cingiltili samit kar kimi tələffüz olunmalı idi. Hirsli. Hirsli sözündə el səsi, samiti daha doğrusu d səsinə keçməli idi. Pencək sözündə bilirik ki, sözün sonu ki samiti ilə bitir, amma tələffüzdə daha doğrusu kar tələffüz olunmalıdır. Qarşılıq yox, kar tələffüz olunmalıdır. Yəni burada y yox, İ səsi olmalı idi. Bir də verilib süqut sözü, bunun tələffüzü düzdür. D variantı icazə düz verilib. Sərgi düzdür. Çökəklik. Çökəklik sözündə buradakı k İ səsi kimi tələffüz olunmalı idi. Çünki ondan sonra samitlə başlanan şəkilçi artırılıb. Daha sonra ayaqaltı. Ayaq sözündən sonra saitlə başlanan söz gəldiyinə görə ğıya keçib. Düzdür. Qumbara düzdür. Protokol. Protokol isə A ilə tələffüz olunmalı idi. Cavab oldu A variantı. Üçüncü, hansı sözün tələffüz forması düzgün deyil? Güzəştsiz. Deməli, yazılışda olur güzəştsiz, amma bizim belə bir qaydamız var ki, sonu ş-t, x-t, f-t, s-t birləşmələri ilə bitən sözlərə samitlə başlanan şəkilci qoşduqda sözün sonundakı t samiti düşür. Güzəştsiz sözündə də bu t samiti düşüb. Deməli, bunun tələffüzü düzgündür. Rəsədxana. Yazılışda d ilə yazılır, amma tələffüzdə t-ya keçir. Bu da düzdür. Müəllim. Yeni qaydalara əsasən yazıldığı kimi də tələffüz olunur. Düzdür. Pnevmoniya. Pnevmoniya sözündə ümumiyyətlə bir y var. Tələffüzdə bu 2 y-yə çevrilə bilməz. Ona görə D variantı səhvdir. Mavzoley sözü də düz verilib. Dördüncü, hansı sözün tələffüz şəkli düzgün göstərilməmişdir? Ötkün. K ilə yazılır, C ilə tələffüz olunur. Düzdür. Namərd. Sonu cingiltili ilə bitsə də tələffüzdə bu kar qarşılığına keçməli idi. B variantı səhvdir. Pediatr. Pediatr yazılır, İ, A yazılır, amma tələffüzdə bilirik ki, İ ilə olan birləşmələrə Y səsi artırılır. Bu da düzdür. Dumanlı. Dumanlı yazılır, dumanlı tələffüz olunur. Düzdür. Paylamaq sözündə də sondakı q, x-ya keçir, bu da düzdür. Orfoepik normaya uyğun olmayan sözü müəyyən edin. Yəni, səhv tələffüz olunan sözü istəyir. Cırmaqlayır. Bu düzdür. Cırmaqlayır yazılır, cırmaqlayır tələffüz olunur. Toplayır. Yenə burada da toplayır yazılır, amma tələffüzdə bilirik ki, qapalı saitə keçir.
D variantında ağlayır, olmalıydı ağlayır, yəni yazılışda ağlayır yazılır, amma tələffüzdə yenə qapalı saitə keçir. Çatlayır sözündə də çatlayır yazılır, çatlayır tələffüz olunur. Bunlar hamısı düzdür. Amma C variantında səsləyir yazılır, amma tələffüzdə olur səsləyir. Bu formada tələffüz olunmalıydı. Doğru cavab C variantı. 6. Tələffüzü səhv göstərilmiş sözü müəyyən edin. Pedaqoq sözü verilib birinci. Ümumiyyətlə, pedaqoq sözü A ilə yazılır. Bir səhv burada. Sondakı qıda K kimi tələffüz olunmalıydı. A variantı səhvdir. Ondan, bu düzdür. Ondan yazılır, ondan tələffüz olunur. 8 sözü qoşa Q ilə yazılır, amma tələffüzdə ikinci Q G-yə keçir. Bu da düzdür. Qonaq Q ilə yazılır, amma X-ya keçir. Yarpaq sözü də yenə Q ilə yazılır, tələffüzdə X-ya keçir. Səhv cavab A variantı. Söz birləşmələrindən hansında aslı sözün son samiti kar tələffüz olunur? Ümumiyyətlə bilirik ki, sözün sonundakı samitin cingiltili ya kar olduğunu bilmək üçün ondan sonra artırılan sözə yaxud da şəkilçiyə baxmalıyıq. Əgər sözdən sonra sait ilə başlanan söz və ya şəkilçi gələrsə, cingiltili tələffüz olunur. Yox, samitlə başlanan söz və ya şəkilçi gəldikdə isə artıq kar tələffüz olunur. İndi variantlara baxırıq. Bizdən istəyirdi kar tələffüz olunan. Deməli, biz saitlə gələn sözləri çıxmalıyıq. A variantında, B variantında və Y variantında saitlə başlanan sözlər gəlir ikinci söz olaraq. Qalır C və D variantı. C variantına baxırıq, qənd zavodu. Bilirik ki, D-nın kar qarşılığı var, T. Yəni, bu tələffüzdə öz qarşılığına keçə bilər. Ondan sonra samitlə başlanan söz gəlirsə, bu tələffüzdə deməli öz kar qarşılığına keçir. Cavab C variantıdır. Amma D variantına baxırıq, rəssam sözü M ilə bitir. M-in də kar qarşılığı yoxdur, sonur samitdir. Yəni, bundan sonra sait də gəlsə, samit də gəlsə, bu elə M kimi də tələffüz olunur. Ona görə D variantında çıxırıq. 8. Söz birləşmələrindən hansında aslı sözün son samiti kar tələffüz edilir? Yenə eyni qayda. Sözdən sonra saitlə başlanan söz gəldikdə dedik ki, cingiltili tələffüz olunur. Saitləri çıxırıq, qalır C və D variantı. Burada yenə C variantında görürük, birinci sözün sonu R ilə bitib. R də sonur samitdir. Yəni, ondan sonra saitli samit də gəlsə, yenə elə R kimi də tələffüz olunur. Heç bir şeyə keçə bilmir. Bunu çıxırıq, qalır D variantı. Tələffüzdə olur sınıq, saz. Başlamaq sözünün tələffüz şəklini müəyyən edin. Əvvəlcə tələffüzü yazaq. Baş, da, maq. El D-ya keçir, sondakı qıda X-ya keçir. Variantlara baxırıq, A variantında doğru cavab verilib. Hansı sözlərdə son samit iş səsi kimi tələffüz olunur? Birinci sözdə kürk sözü. Tək hecalı sözdür, yazıldığı kimi tələffüz olunur. Biri çıxırıq. Süpürmək. Sözün sonunda gəlib, iş səsinə keçir. Götürürük. Söykənəcək. Bir də bizdə şərtdə deyirdi ki, son samit. Yəni, söykənəcək sözündə görürük ki, 2 dənə ki var. Bundan sonuncusu ilk kimi tələffüz olunur. 3-ü də götürürük. Sınıq sözü. Q ümumiyyətlə iş səsini verə bilmir. Ona görə bu X kimi tələffüz olunur. 4-ü çıxırıq. Mexanik. Bu, ümumiyyətlə, K deyil, K-dır. K səsi də iş səsini verə bilməz. 5-i də çıxırıq. Pencək sözündə isə bu K-dır. Tələffüzdə olur iş səsi. Pencək. 2, 3, 6. A variantı. 11. Hansı sözün tələffüzü düzgün deyil? A variantında verilib cəmaat sözü. Qoşa A ilə yazılır, tələffüzdə biri düşür, digəri uzun tələffüz olunur. B-də usta sözü. T ilə yazılır, D ilə deyilir. Fəaliyyət. Fəaliyyət sözündə yazılışda qoşa Y olur, amma tələffüzdə Y-lardan biri düşür. Başqa da bir fərq yoxdur. Bu da düzdür. Daha sonra saadət sözü. Yeni qaydalara əsasən yazıldığı kimi tələffüz olunur. Axtarırlar sözü. Burada isə lar şəkilçisi sözə uyğun olaraq R ilə tələffüz olunmalıydı. Cavab oldu Y variantı. Hansı bəddə bütün sözlərin tələffüz forması düzgün göstərilmişdir? A variantında verilib ambar, N ilə yazılır, M ilə tələffüz olunur. Göstərmək, T ilə yazılır, D ilə tələffüz olunur. Sonda da K olur, o da ilk kimi tələffüz olunur. Epikriz, bu da yenə düz tələffüz olunub. Tələffüzdə belə yazılır, amma K səsini biz
tələffüzdə verdikdə mütləq ştrixini qoymalıyıq. Burada da qoyulub deyə bu düz variantdır. Daha sonra balıq düzdür. Çiçək ilk səsi ilə tələffüz olunur. Ürək, burada ürək sözündə ştrixli verilib. Dedik ki, ştrix olanda bu K səsini ifadə edir. Bizə isə lazım idi ilk səsi. Bu isə X üstündə ştrixdir. Yəni, burada da çiçəklə ürək səhv verilib. Hörmət düzdür. Pencək sözündə Q səsi ilk səsini ifadə edir. Soyuq düz verilib. Hökumət, hökumət yox, hökumət olmalıydı. Bitki Q, G kimi tələffüz olunur. Sükunət yox, sükunət U olmalıydı. Bu da səhvdir. Daha sonra ailə. Burada bir dənə uzun tələffüz də var. Ada. Saat yox, olmalıydı saat. Qoşa saatlərdən biri düşür, digəri uzun tələffüz olunur. Yenə maaş sözündə də biri düşür, digəri uzun tələffüz olunur. Təəccüb sözündə də qoşa əylərdən biri düşüb, digəri uzun tələffüz olunur. Həm də sözdə 2 C var. 2 C-larda isə bir fərq olmur. İkisi də tələffüz olunmalıydı, amma burada 1 C verilib. Buna görə o da səhvdir. 13. Hansı sözlərin tələffüz şəkli düzgün göstərilmişdir? Bu səfər düzgün istəyir. Yuxulamaq sözü. Baxırıq, düzgün verilib. Yuxulamaq yazılır, tələffüzdə X-ya keçir. Bir olmayan variantları çıxa bilərik. Daha sonra kövrəlmək sözü. Kövrəlmək sözündə də yenə sondakı Q ilk səsi kimi tələffüz olunmalıydı. Bu səhvdir. Dərinlik. Dərinlik yazılır, dərinlik kimi tələffüz olunur. Düzdür. Olimpiyada. Bu olmalıydı. Ayla, olimpiyada şəklində, deməli səhvdir. Gözlədi sözü də düz verilib. Gözlədi yazılır, D ilə tələffüz olunur. Hansı sözlərin tələffüz şəkli səhv göstərilmişdir? Oynayır sözü. Deməli, oynayır yazılır, tələffüzdə olur, oynayır. Sondakı şəkilçiyə uyğun olaraq rahat tələffüz olunsun deyə qapalı sayda keçir. Deməli, bir səhvdir. Oxuyurlar. Oxuyurlar sözündə olmalıydı, R elə keçməliydi. Deməli, 2 də səhvdir. Əslində, bayaq bir testdə, aşağıdakı testdə burada axtarırlar sözündə R-ya yox, elə keçməliydi. Sondakı elə keçməliydi. Bayaq orada səhv dedim. Deməli, olur, axtarırlar. Qoşa el. Yenə burada da eyni qaydada. Olur, oxuyurlar. Lar şəkilçisi əgər feilə artırılarsa, qoşa el kimi tələffüz olunur. Amma ismə artırılıb cəm bildirdikdə isə qoşa er kimi tələffüz olunur. Sözün sonunda er gələrsə, təbii ki, bu qayda o zaman aiddir. Daha sonra qanad sözü səhv tələffüz olunub, T ilə tələffüz olunmalıydı. Bunu da götürürük. Fragment düzdür, gəlinlik düzdür. Deməli, cavab 1, 2, 3. Nümunədə hansı sözlər yazılışından fərqli tələffüz edilir? Birincidə verilib xəyal sözü. Xəyal sözü ilə yazıldığı kimi tələffüz olunur. Birləri çıxırıq. Meydanları. Deməli, burada lar şəkilçisi en kimi tələffüz olunur. Meydanları. 2 götürürük. Genişdir. Fərq yoxdur burada. 3'ləri çıxırıq. Dağlar, daşlar. Dağlar yazıldığı kimi tələffüz olunur, amma daşlar sözü D ilə tələffüz olunur. 5'i də götürürük. Başqa da bir şey qalmadı. 16. Hansı sözlərin tələffüzü doğru verilmişdir? Birincidə verilib darayarkən sözü. Bunun tələffüzü olur darayarkən. A, I-ya keçir. 1 səhvdir. Həvəskar. Kar şəkilçiləri yazıldığı kimi tələffüz olunur. Düzdür. Mühürləmək. El R-ya keçib. Sondakı K isə ilk səsi kimi tələffüz olunmalıydı. 3 səhvdir. Nəvazişkar. Uzun tələffüz var. Düzdür. Kar da yazıldığı kimi tələffüz olunur. Düzdür. Təəccüb. Təəccüb sözündə bilirik ki, qoşa ə, qoşa c var. Qoşa ələrdən biri düşür, amma c-lar yazıldığı kimi tələffüz olunmalıydı. 5 səhvdir. Qaranlıq. Qaranlıq yazılır, qaranlıq tələffüz olunur. Bu da düzdür. Kar cingiltili samit cütlüyü olan hansı sözün tələffüzündə daha az fərqli məqam var? Əvvəlcə sözlərə baxaq. Öyünmək sözü. N, M-ə keçir, sonda da K hissəsi kimi tələffüz olunur. Kasadlıq.
D t-ya keçir, l də d-ya keçir. Sondakı q da x kimi tələffüz olunur. Zəifləmək. Ə ilə i arasına y artırılır. Sondakı ç da i səsi kimi tələffüz olunur. Firavanlıqla l n-ə keçir, q x-ya keçir, çünki sonra samitlə başlanan şəkilçi gəlib, la da nan kimi tələffüz olunur. Şöhrətli sözündə də şöhrət di kimi tələffüz olunur. Baxırıq, indi deyir kar cingiltili samit cütlüyü. Kar cingiltili samit cütlüyü dedikdə, məsələn, p, b, t, d bu kimi qoşalıqlar nəzərdə tutulur. Baxırıq, A variantında elə bir qoşalıq yoxdur. C variantında yoxdur, D variantında yoxdur. Kasadlıq sözündə t-d var, şöhrətli sözündə də yenə t-d var. Bizə də deyirdi ki, daha az fərqli məqam olan söz. Kasadlıq sözündə 3 fərqli məqam var, şöhrətli sözündə isə 1 fərqli məqam var. Deməli, cavab Y variantı oldu. Hansı sözün tələffüzündə daha az fərqli məqam var? Heykəl təraşdıq. Lıq şəkilçisi dıq kimi tələffüz olunur. Balıq qulağı. Burada da ikinci söz samitlə başladığına görə kar tələffüz olunur. Qulağı sözündə fərqli tələffüz yox. Nikbinlik. L, n kimi, sondakı ç da hissəsi kimi tələffüz. Yoxlayır sözündə olur yoxluyur. A, uya keçir. Heyrətlənmək sözündə də heyrətlənmək. 3 fərqli məqam var. Daha az fərqli məqam istəyir. Deməli, yoxluyur sözündə sondakı ı da uya keçir. Olur yoxluyur. Deməli, burada 2 dənə, 2, 3, 2. B variantında isə 1 dənədir. Q hərfinin ğ kimi tələffüz edildiyi söz hansı cümlədə işlənmişdir? Əvvəlcə baxaq nə zaman q, ğ kimi tələffüz olunur. Əgər sözün sonu q ilə bitərsə və ondan sonra sait ilə başlanan söz və ya şəkilçi işlənərsə, o zaman q hərfi ğ kimi tələffüz olunur. İndi baxaq variantlara. A variantında verilib qonaqsevərlik sözü, yəni q işlənən sözə baxıram birbaşa. Qonaq sözündən sonra samitlə başlanan söz gəlib. Deməli, burada x kimi tələffüz olunacaq. Bunu çıxırıq. Uşaq yatmaq bilmirdi. Uşaqdan sonra samitlə başlanan söz gəlib, x kimi tələffüz olunur. Yatmaq sözündən sonra yenə samitdir, ona görə x kimi tələffüz olunur. Sarımsaq çox faydalı bitkidir. Sarımsaq çox. Samitlə başlanan söz gəlir, x kimi tələffüz olunur. Y variantında deyir, ucarda sağlamlıq mərkəzi tikildi. Yenə mərkəz sözü samitlə başlayır, x kimi tələffüz olunur. Amma D variantında deyir, qonaq evi. Saitlə başlanan söz gəldiyinə görə q, ğ kimi tələffüz olunur. 20. Hansı cümlədə iki söz yazılışından fərqli tələffüz edilir? A variantında deyir, bugünkü imtahan həyəcanı bizdən uzaq idi. Bugünkü fərq yoxdur, imtahan fərq yoxdur, həyəcan bizdən uzaq. Burada bir dənə fərqli tələffüz olunan söz var. Birincini çıxırıq. Sular durulur, havalar istiləşirdi. Bir dənə isti sözündə t-dıya keçir, bunu da çıxırıq. Ağacdakı c-çıya keçir. Quş yuvaları məni sevindirdi. Yenə bir dənədir. Quyudan çıxarılan su sərin idi. Fərqli tələffüz yoxdur. Qalır Y variantı. Arazın kənarında sərhədçilərimiz d-tıya keçir. Dayanmışdılar. Dayanmışdılar sözündə də n-m yanaşı gəldiyinə görə bu olur, tələffüzdə olur dayanmışdılar. Yəni qoşa m şəklində tələffüz olunur. 21. Hansı sırada q hərfi ardıcıl olaraq q, ğ, x və k səslərini ifadə eləyir? Qayıq sözünə baxırıq. Bizə ardıcıllıq istəyir həm də. Qayıq sözündə əvvəldə q kimi, sonda isə x kimi tələffüz olunur. Artıq burada ardıcıllıq pozuldu. Bunu çıxırıq. Qaranlıq. Yenə başda q kimi, sonunda isə x kimi tələffüz olundu. Bunu da çıxırıq. Qonaq olmaq. Sözün əvvəlində q, sözün sonunda saitlə başlanan söz gəldiyinə görə ğ-ya keçir. Olmaq sözündə, yəni bu birləşmədir deyə bunu bir yerdə götürürük. Olmaq sözündə, ondan sonra heç bir söz gəlmədiyinə görə x kimi tələffüz olunur. Üfüq sözündə isə k kimi tələffüz olunur. Doğru cavab C variantıdır. Qara sözündə q kimi, quş sözündə q kimi. Yenə ardıcıllıq pozuldu. Qiyamət q, uşaq oyuncağı. Burada da birləşmədir deyə, həm də saitlə başlanan söz gəlib deyə ğ kimi tələffüz olunur. 9 sözündə isə
k, q şəklində tələffüz olunur. Yenə ardıcıllıq pozulur deyə y variantını da götürə bilmərik. Daha sonra 22-ci sual. Hansı cümlələrdə çıxışlı halda işlənmiş əvəzliklərin yazılışı ilə tələffüzü arasında fərq vardır? Çıxışlı hal dedikdə məndən, ondan, özündən sözləri nəzərdə tutulur. Burada verilənlər. Baxırıq. O məndən çox narazıdır. Məndən sözü d ilə yazılır, n kimi tələffüz olunur. Burada fərq var. Biz ondan. Yenə burada da n kimi tələffüz olunur. Bunu özündən soruşarsan. Özündən n kimi tələffüz olunur. Kimsədən qorxum yoxdur. Yazıldığı kimidir. Bizdən yazıldığı kimidir. Cavab Y variantı. Hansı cümlələrdəki çıxışlı halda işlənmiş əvəzliklərin yazılışı tələffüzü arasında fərq? Yenə məndən, səndən. Hər ikisində n kimi tələffüz olunur. Biz onu çox gözlədik. Burada çıxışlı hal yoxdur. Qardaşın ondan neçə yaş böyükdür? Ondan n kimi tələffüz olunur. Həlimə sizdən çalışqandır. Burada yazıldığı kimi tələffüz olunur. Bizdən sizə kim düşə? Burada da yazıldığı kimi tələffüz olunur. Cavabsa D variantı. Bənddəki sözlərdən biri orfoqrafiyasına yox, orfoepiyasına uyğun şəkildə verilmişdir. Yəni, söz yazılış yox, tələffüz formasında verilib. Baxırıq, tovuz kimi şux bəzənib durubsan, ala gözə siyah sürmə vurubsan, sağ ol səni, yaxşı dövran qurubsan, bu dünyanın sonu puşdur, güləndam. Burada puşdu sözü olmalıydı, puçdur. Söz puç sözüdür. Tələffüzdə isə şiyə keçir. Deməli, səhv yazılan söz C variantıdır. 5-ci söz. 25. Hansı cümlədə deyilişi yazılışından fərqlənən söz var? Baxaq bir-bir. Qocalar qayığa mindilər. Yazıldığı kimi tələffüz olunur. Babamın söhbətləri çox maraqlıdır. Maraqlı sözündə q kimi tələffüz olunur, çünki sonra samitlə başlanan şəkilçi artırılıb. Sürücülər arasında mübahisə gedirdi. Fərq yoxdur. Ətrafda yaşıl zəmilər üzə gülürdü. Fərq yoxdur. Quyunun suyu günbəgün azalırdı. Fərq yoxdur. Tələffüz zamanı səs artırılan sözlərin cərgəsini müəyyənləşdirin. Yəni, səs artımı baş verən sözlər. A variantına baxaq. Verilib zəif, ibtidai, nailə, müdafiə. Ümumiyyətlə bilirik ki, i ilə olan birləşmələrdə demək olar ki, hamısında iki sait arasına y samiti əlavə olunur. Zəif sözü olur zəif, ibtidai olur ibtidai, nailə, müdafiə. Hamısında səs artımı hadisəsi baş verir. Açar sözündə heç bir dəyişiklik yoxdur. Bu, haçar kimi tələffüz olunmur, elə açar kimi də tələffüz olunur. Həkim, meşə, gözəl sözləri də yenə yazıldığı kimi tələffüz olunur. Qara dinməz, sadəcə n m-ə keçir, səs artımı yoxdur. Vəzifə, sadəcə uzun tələffüz var. Rövşən yazıldığı kimidir, səhnə yazıldığı kimi deyilir. Saat sözündə səs düşümü olur. Sonra səs düşümü olur. Hafizə, ailəvi. Bir dənə ailəvi sözündə səs artımı baş verir. Aid ya artırılır, ailə ya artırılır. Qırmızı kağız sözlərində isə fərq yoxdur. Cavab oldu A variantı. 27-ci sual. Hansı cümlənin sonuncu sözü yazıldığı kimi tələffüz olunmur? A variantına baxırıq. Bu qız eyni ilə anasına oxşuyur. Oxşayır sözü, yəni bu formada yazılır, amma tələffüzdə olur oxşuyur. Saitlər u saitinə keçir. Deməli, yazıldığı kimi tələffüz olunmayan A variantıdır. Digərlərinə də baxaq. Görüşərdilər. Eyni tələffüz olunur. Oxşadı. Qızının saçlarını oxşadı. Yazıldığı kimi tələffüz olunur. Qapı gözlənilmədən açıldı. Yenə fərq yoxdur. Hər gülün öz ətri var. Fərq yoxdur. Cərgələrin birində sözlərin tələffüzü səhv göstərilmişdir. Tələbəsiniz. Bilirik ki, siniz şəkilçisi tələffüzdə qısaldılaraq siz kimi tələffüz oluna bilir. Burada bir səhv yoxdur. Tərli sözü də tərli kimi tələffüz olunub, düzdür. Sümbül n-lə yazılır, m-lə tələffüz olunur. Tənbəl də n-lə yazılır, m-lə tələffüz olunur. Daha sonra heca. Heca sözündə və eyni zamanda hesab sözündə uzun tələffüz yoxdur. Ona görə C variantı səhvdir. Kərpiç düz verilib, məthiyə düz verilib. Yılardan biri düşür. Xırmandan düz verilib, vətəndən bu da düz verilib. Tələffüzü düzgün göstərilən sözlər. Saat düzdür. Növbə sözü V ilə yazılır, V ilə də tələffüz olunur.
Səs düşümü artıq baş vermir. Yeni qərara əsasən səs düşümü baş vermir. Haqsız sözündə də q, k kimi tələffüz olunmalı idi. Ailədə y artırılır, nöqsanda k-nın iştirixi qoyulmayıb. Bu k səsidir. K səsində mütləq iştirix qoyulmalıdır. Diqqət sözündə isə qlardan birincisi k kimi tələffüz olunur. Deməli, bu da səhvdir. Dəftər t ilə yazılır, d ilə deyilir. Zambaq düz verilib, güllə düz verilib. Tənbəl düzdür. Həşərat düzdür. Dovşan düzdür. Dəqiqə həşərat sözündə ə ilə yazılmalıdır, ə ilə də deyilməlidir. Yəni tələffüzündə heç bir fərq yoxdur. Deməli, a olmalıdır. Bayaq çaşdım. Deməli, bir dənə həşərat sözü burada düz verilib. Daha doğrusu səhv verilib, ə ilə verilməli idi. Bədii 2 i ilə yazılır, biri düşür. Neftçilər t ilə yazılır, amma samitlə başlanan şəkilçi gəldiyinə görə sondakı f-t birləşməsindəki t düşür. Polad sözündə də d ilə yazılır, t ilə tələffüz olunur. Y variantı düzdür. 30-cu sual. Hansı sözlərin tələffüz şəkli düzgün deyil? Birincidə deyir sevinməsin. Burada m ilə yanaşı gəldiyinə görə m kimi tələffüz olunmalı idi. Bu səhvdir. Canından düz verilib. Dəyanətli olmalı idi. Dəya, uzun tələffüz, nət, di. Deməli, bu da səhv verilib. Bizdən səhvləri istəyirdi. Dinməz düz verilib. Qoşa m kimi tələffüz olunur. Həyəcan. Həyəcan sözü elə yazıldığı kimi tələffüz olunmalıdır. Səhv verilib. Oxuyursunuz. Bayaq da dediyimiz kimi sunuz şəkilçisi sus kimi tələffüz oluna bilər. Cavab oldu 1, 3, 5. 31. Bəzi sözlərin tələffüz şəklində verildiyi cümlələri müəyyən edin. Əsir oğlana çox işgəncə verdilər. Burada əsir sözü dustaq mənasında işlənib, yəni i ilə yazılması düzgündür. İşgəncə sözü də yenə burada düzgün yazılıb. Biri çıxırıq. Büllur qablar göz oxşuyurdu. Yenə burada da səhv yoxdur. Türkiyəyə oxumağa gedənlər testlə imtahan verəcəklər. Burada testlə sözü olmalı idi testlə. Lalə yazılır, nanlə tələffüz olunur. Deməli, 3 səhvdir. Məndən söyləməkdir, səndən eşitmək. Olmalı idi məndən söyləməkdir, səndən eşitmək. Bu da səhv yazılıb. Allah məni lənət oxumaq üçün deyil, rəhmət oxumaq üçün göndəribdir. Burada isə bir fərq yoxdur. Daha doğrusu səhv yoxdur. B variantı düzgün cavabdır. 32. Nümunələrdən birinin tələffüzündə həm səs düşümü, həm də səs artımı baş verir. A variantında verilib dostlarla sözü, tələffüzü yazaq. Dostlarla. Burada sözün sonunda s-t birləşməsi var və ondan sonra samitlə başlanan şəkilçi artırılıb. Deməli, s-t birləşməsindəki t düşür. Sonda lalə şəkilçisi də nan-nən kimi tələffüz olunur. Yəni, bir dənə səs artırılıb burada. Deməli, həm səs düşümü, həm də səs artımı A variantında baş verib. Sərbəstləşmə. Yenə burada da s-t var. Samitlə başlanan şəkilçi gəlib. T düşür, amma başqa bir fərq yoxdur. Səs artımı yoxdur, götürmürük. Sədirlik. Sədirlik sözündə sadəcə i artırılır. Sədirlik. Amma səs düşümü hadisəsi yoxdur. Şərəflə. Lalə nan-nən kimi tələffüz olunur. Yenə sadəcə səs artımı var. Yaxşılıqla yenə nan-nən sadəcə səs artımı var. Doğru cavab A variantıdır. Həm səs düşümü, həm də səs artımı hadisəsi burada baş verdi. 33-cü sual. Nümunələrin birinin tələffüzündə səs düşümü hadisəsi baş versə də, hərflərlə səslərin sayı bərabərdir. Yəni, səs düşümünə nəzərən bərabər qalırsa, deməli, burada həm də səs artımı hadisəsi baş verməlidir. A variantına baxırıq, deyir heyrətlə. Heyrət yazıldığı kimi deyilir. Lalə isə nan-nən kimi tələffüz olunur. Deməli, burada sadəcə səs artımı var. Yəni, hərflərlə səslərin sayı bərabər olmadı. Hadisələr yazıldığı kimi tələffüz olunur. Təəccüblə. Ələrdən biri düşür, lalə isə nan-nən kimi tələffüz olunur. Görürük ki, həm səs artımı, həm də səs düşümü var və bunun nəticəsində hərflərlə səslərin sayı bərabər qalır. Bunu doğru cavab götürə bilərik. Uşaqlarla lalə nan-nən kimi tələffüz olunur. Yəni, sadəcə səs artımı var. Götürmürük. Sərbəstlik sözündə də t düşür. Səs artımı da yoxdur. Bunu da götürə bilmərik. Doğru cavab C variantı. 34.
Hansı nümunələrdə altından xətt çəkilmiş şəkilçilərin tələffüzü eynidir? Ağacdan sallanan uşağın hər an yıxılmaq təhlükəsi var idi. Sallanan 1 yazıldığı kimi tələffüz olunur. Onlarla kitab döşəməyə atılıb qalmışdı. Burada lalə şəkilçisi nan kimi tələffüz olunur. Onlarla kitab. Deməli, bu formada tələffüz olunur. Fərq var. İkiləri çıxırıq. Sanki günəş doğdu bahar çağında. Alqışlar ucaldı el dodağında. Larlər dar kimi tələffüz olunur. Alqışlar. Burada da fərq var. Bizdən fərq olmayanlar istəyirdi. Bunu götürmürük. Üçləri də çıxaq. Qalır bir dənə A variantı. Nazlanır bağlarda gülöyşən arılar. Rar kimi tələffüz olundu. Bunu da çıxırıq. Bağların arası ilə uzanan bir yolla gedirdim. Yolla. Elə yazıldığı kimi tələffüz olunur. Bir vaxt şairə böhtan yazanlar N kimi tələffüz olundu. Cavab A variantı. T ilə yazılıb D ilə tələffüz edilən sözləri müəyyən edin. Mütəkkə. Mütəkkə sözündə sadəcə cilardan ikincisi G kimi tələffüz olunur. T-da fərq yoxdur. Bitki. Yenə burada da eyni qayda. Taktika sözündə ümumiyyətlə dəyişiklik yoxdur. Stadion. Y əlavə olunur. Başqa fərq yoxdur. Sakitlik. Sakitlik. L D-ya keçir. Sondakı K kimi tələffüz olunur. Xəritə fərq yoxdur. Sədaqətli. Burada sadəcə L D-ya keçir. Avtomat. T-larda fərq yoxdur. Statistika fərq yoxdur. Rəftar. D-ya keçdi. Saxtakar. D-ya keçdi. Həftə D-ya keçdi. 30 fərq yoxdur. Sərbəstləşmə. Burada T düşür. L da D kimi tələffüz olunur. Siyasətlə səs artımı baş verir. Daha sonra 36. Hansı sözün tələffüzündə iki fərqli məqam var? Oddamaq. Oddamaq. Cavab elə variantıdır. L D-ya keçdi. Qıda X kimi tələffüz olundu. Yazdıqda. Burada sadəcə Q X-ya keçir. Mətanətli. L D-ya keçir. Bir də uzun tələffüz var, amma bilirik ki, uzun tələffüz yazılış və deyiliş arasında fərq deyil. Üstünlük. T D-ya keçir. L N kimi tələffüz olunur. Sondakı 2-da I kimi tələffüz olunur. Nurlanmaq. L R-ə, N M-ə, Q-da X-ya keçir. Cavab A variantı. Yenə iki fərqli məqam. Lətafətli. Bir fərqli məqam var. Sözdü. L D-ya keçir. Xarlanmaq. L R-ə, N M-ə, Q-da X-ya keçir. Maestro. Maestro söz yazıldığı kimi tələffüz olunur. İstiqanlıda T D-ya keçir. Qanlı sözündə də L N-ə keçir. İki fərqli məqam Y variantında. Son samit kar tələffüz olunur. Dediyimiz kimi sözdən sonra saitlə başlanan sözvüyə şəkilçi gələrsə cingiltili, samitlə başlanan sözvüyə şəkilçi gəldikdə kar tələffüz olunur. Saitlə gələn sözləri çıxırıq. Qalır digər üçü. Balıq tikəsi X kimi tələffüz olunur. Bulut kölgəsi T kimi, ağac budağı Ç kimi tələffüz olunur. 2, 3, 4. B variantı. Hansı söz birləşmələrinin aslı tərəfinin son samiti kar tələffüz olunur? Yenə eyni qayda. Saitlə söz gəlirsə bunları çıxırıq. 2-ni 4-ü çıxdıq. Bir dənə qaldı A variantı. Yarpaq tökümü, pələng dərisi, ağac kölgəsi. 40-cı sual. Sözlərdən birinin tələffüz şəkli düzgün verilməmişdir. Bəstəboy düz verilib, T D-ya keçir. Məxrəc Ç-ya keçir, düzdür. Avtoqraf. Yenə burada da düzdür. V ilə yazılır, F ilə tələffüz olunur. Baməzə uzun tələffüz var, düzdür. Nəcabətli sözündə isə düzdür. Tələffüzü düzgündür, amma A-da uzun tələffüz var. Bir dənə onu qoymağı unudublar. Ona görə B variantı doğru cavabımızdır. Hansı sözdə saitlərin sayı ilə samitlərin sayı bərabərdir? Təbii ki, bunu tələffüzə əsasən müəyyən etməliyik. Dəyanətli. A uzun tələffüz olunur. L-də D kimi tələffüz olunur. Baxırıq 1, 2, 3, 4 sait. 1, 2, 3, 4, 5 samit. Bunu çıxırıq, bərabər deyil. Məftil. T D kimi tələffüz olunur. Görək 2 sait, 4 samit var. Çıxırıq. Məhdəl. Boş əyələrdən biri düşür. Yerdə qalır 2 sait, 4 samit.
Bunu da çıxdıq. Faiz. Ya artırılır tələffüzdə i ilə birləşmələrə. Olur 3 samit 2 sait. Bunu da çıxdıq. Aidiyyət. Aidiyyət. Burada həm birinci qoşalığa ya artırılır, qoşa ilardan da biri düşür. Olur 1, 2, 3, 4 sait, 1, 2, 3, 4 samit. Deməli, Y variantı doğru cavabdır. 42-ci sual. Cümlələrdən birində bütün sözlər yazılışından fərqli tələffüz olunur. Didir, parçalayır. Parçalayır. Bir dənə fərqli tələffüz var. İnsan insanı. Bizdən isə bütün sözləri istəyir. Maraqlı, əsərlər, oxuyardıq. Görürük ki, hər üç sözdə fərqli tələffüz var. Göydə fişəng partdadı. Partdadı. Külək kimi güclənir, dəniz dalğalanırdı. Hamısında yoxdur. Quraqlıq taxılı yandırmışdı. Bir dənə quraqlıq sözündə fərqli tələffüz var. Cavab oldu B variantı. Hansı sözlərin tələffüzü düzgün deyil? Sulanmaq. Sulanmaq düz verilib. N-əmə qıda xıya keçir. Tali. Yenə bu da düz verilib. A uzun tələffüz olunur. Bir dənə qaldı B variantı. Təkrarlamaq. Burada olmalıydı. Təkrarlamaq. El erə keçməli idi. Götürürük. Rübai. Düz verilib. Daha doğrusu səhv verilib. A uzun tələffüz olunur. Bunu da götürürük. Hörmətlə bu düzgün verilib. Cavab B variantı. 44. Tələffüzü düzgün verilən sözləri müəyyən edin. Anlaşıqlı. Bu olmalıydı. Anlaşıqlı. Deməli, bu səhv verilib. Miniatür. Miniatür sözü olmalıydı. Miniatür. Bu da səhv verilib. Məəttəl. Bu düz verilib. Bilirik ki, sözdə 2 ə, 2 t var. Ələrdən biri düşür, biri uzun tələffüz olunur. T'lardan da biri d kimi tələffüz olunur. Üçüncü düzdür. Mətanətli. Sözün yazılışı olur mətanətli. Tələffüzdə isə a uzun tələffüz olunur. L da d kimi tələffüz olunur. 4 də düzdür. Məxrəc sözündə isə ç, c kimi, daha doğrusu c, ç kimi tələffüz olunmalıydı. Cavab A variantı. Tələffüzü düzgün verilən sözləri müəyyən edin. Surğuc. Sondakı c, ç kimi tələffüz olunmalıdır. Ümumiyyətlə, sözün sonu cinciltili samitlə bitirsə, yəni sonur samitlər xaric olmaqla da, o zaman ondan sonra hər hansı bir söz gəlmirsə, çox vaxt kar tələffüz olunur. Sərlövhə. Sərlövhə düzgün verilib. 4 künc. 4 sözü t kimi tələffüz olunmalıdır. Çünki ondan sonra samitlə başlanan söz gəlib. 3 də səhvdir. Deməli, 1-ləri, 3-ləri çıxırıq. Bir dənə Y variantı qalır. Saatsaz. Qoşa alar yazılır, amma tələffüzdə biri düşür, digəri uzun tələffüz olunur. Subtropik. Subtropik sözü də deməli 4 düzü idi, 4-ü götürürük. Subtropik sözü də düzdür. Düzgünlük sözündə isə lük şəkilçisi nük kimi tələffüz olunur. 6 da səhvdir. Tələffüz şəkli səhv göstərilmiş sözlər. Qalibiyyət. Qalibiyyət düz verilib. A uzun tələffüz olunur, qoşa ilardan da biri düşür. Deməli, bizdən səhvləri istəyirdi. 1 düzdür, biri çıxdıq. Namizət. A uzun tələffüz olunur, d da t kimi tələffüz olunur, düz verilib. 2-ləri də çıxdıq. Məşğuliyyət. Məşğuliyyət sözü q ilə yazılır. Q ilə yox, səhvdir. Limonat sözündə uzun tələffüz yoxdur, bu da səhvdir. Şagird düz verilib. Avtomobil A ilə tələffüz olunmalıydı. Doğru cavab Y variantı. 47-ci sual. Tələffüz şəkli səhv göstərilmiş sözlər. Öz fəaliyyət. Öz fəaliyyət sözü düzgün verilib. Enli kürək. Burada el enə keçməli idi. Kürək sözündə də bu formada verilmək bu k səsini ifadə edir. Bizə verilməli idi i səsi. 2 səhvdir. Abad. Abad yazılır, t ilə tələffüz olunur, düzdür. Sadəlik. A uzun tələffüz olunur, burada qoyulmayıb, səhvdir. Orfoqrafiya. O yox, A kimi tələffüz olunmalıydı. 5-də səhvdir. Vaxtsız sözü isə düzdür. T ilə yazılır, amma tələffüzdə t düşür. 2, 4, 5. B variantı. Daha sonra 48-də verilib klaster. Klasteri tamamlaya bilən sözləri müəyyən edin. Sait səslərinin hamısı eyni olan sözdür.
Bizə verilib gülçülük sözü. Görürük hamısı üdü. Gülümsüyür. Gülümsəyir yazılır, tələffüzdə olur gülümsüyür. Hamısı üdü. Biri götürürük. Ağlayar olur ağlayar. Görürük burada saytlar fərqlidir. İçini çıxırıq. Guruldayırdı. Tələffüzdə olur gurulduyurdu. Burada da hamısı udu götürürük. Qışlayarmış olur qışlayarmış. Saytlar fərqlidir. Ona görə bunu götürə bilmirik. Cavab oldu Y variantı. 1, 3. 49. Sözlərdən yalnız birinin tələffüz forması düzgündür. Birincidə A variantında verilib, daha doğrusu ada nəbatət. Bu olmalıydı nəbatat. E ilə yox, A ilə. Səhvdir. Təəssüflə. Qoşa S var. Qoşa S-lərdən heç biri düşmür. Sadəcə E-lərdən biri düşür. Bu da səhvdir. Çoxnövçülük. Çoxnövçülük düz verilib. Növ sözündə heç bir, daha doğrusu V burada düşmür. Sonda da K hissəsini ifadə edib. Düz verilib. Prinsipial ilə arasına artırılır. Uşaqlıqdan. Q samiti. Sözdə olan Q samiti. Özündən sonra samitlə başlanan dan şəkilçisi gəldiyinə görə X kimi tələffüz olunmalıydı. Cavab C variantı. 50-ci sual. Tələffüzü səhv göstərilmiş sözlər. Sədirlik sözü olmalıydı burada L, R kimi. Burada isə X verilib. X yox, ştrixi də qoyulmalıydı. 1 səhvdir. Mədəniyyət sözündə uzun tələffüz yoxdur. Sadəcə yıllardan biri düşür. Bu da səhvdir. Bilikli. Bilikli düz verilib. Danlayar. Bu olmalıydı. Danlayar. I ilə tələffüz olunur. 4-də səhvdir. Ahəstə. A uzun tələffüz olunur. T-da D-ya keçir. Düzgünlük sözü də yenə düzgün verilib. Cavab oldu 1, 2, 4. C variantı. Kar cingilti samit cütlüyü olan hansı sözün tələffüzündə daha çox fərqli məqam var? Yenə baxaq. Balıq qulağı. Bir fərqli məqam. Dağıstanlı. Dağıstanlı. Balıq qulağı da kar cingiltili samit cütlüyü yoxdur. Çıxırıq. Dağıstanlıda da yoxdur. Diqqətə layiq. Diqqətə layiq. Deməli, burada KQ kar cingiltili samit cütlüyü var. Acgözlük 5 cildlik. Burada da D variantında da cütlük yoxdur. 5 cildlik D, T kimi, L da D kimi tələffüz olunur. İndi bizdən qaldı 2 variant. Diqqətə layiq 5 cildlik. Daha çox fərqli məqam olan söz isə 5 cildlik sözdə 3 fərqli məqam var. Diqqətə layiqdə isə 2 fərqli məqam var idi. Bilirik ki, uzun tələffüz yazılış və deyiliş arasında fərq deyil. 52. Tələffüz forması düzgün olmayan sözlər. Gerçəklik düz verilib, əxlaq düz verilib. Birləri çıxırıq. Mükalimə uzun tələffüz var. Ada ideologiya. İdeologiya kimi tələffüz olunur. Y kimi yox. İkini götürürük. Çox cildli. Çox cildli. D ilə tələffüz olunmalıydı. Burada L verilib. İnformasiya A ilə tələffüz olunur. Mülkiyyət qoşa yıllardan biri düşür. Varlanmaq L, R kimi, N də M kimi tələffüz olunmalıdır. Rəqabət düzdür. Etimologiya düzdür. 2, 3, 4. C variantı. 53-cü sual. Tələffüz forması düzgün olan sözləri müəyyən edin. Eynək. Ç ilə yazılır, iklə deyilir. Düzdür. Təfərrüat, bu da düz verilib. Bizdən sonra düzgünləri istəyirdi. Deməli, biri götürürük. Ədavətli. Ədavətli yox, di kimi tələffüz olunmalıdır. Ezamiyyətdə də E uzun tələffüz olunur. 2 səhvdir. Plastika düzdür. Sabiq düzdür. Əhəmiyyət qoşa yıllardan biri düşməlidir. Xumarlanmaq sözündə də L, R kimi, N də M kimi tələffüz olunmalıydı. 4-lər səhvdir. Cüt qanatlı. Cüt qanatlı. D, T-ya, L də D-ya keçməliydi. İntonasiya sözündə də O, A-ya keçir. 5-də səhvdir. Cavab olur C variantı.
Sözlərin tələffüzündəki fərqli məqamların sayını gözləməklə cərgəni tamamlayın. Avtomat sözü V f-ya keçir, o da aya 2. Buludlu d t-ya, el də d-ya keçir. Yenə burada da 2. Fıstıq t d-ya, qx-ya keçir. Deməli, bizə 2 fərqli məqam olan söz lazımdır. Qlobus yazıldığı kimi tələffüz olunur. Elliklə ellik, k hissəsinə, lədə nandən kimi tələffüz olunur. 3 fərqli məqam çıxdıq. Əl açıq. Tələffüzdə i düşür. Açıq sözü də x kimi tələffüz olunur. 2 fərqli məqam var. B düzgün cavabdır. Daha sonra şəfqətli. Şəfqətli. Bir fərqli məqam var. Cəldlik. D t-ya, el d-ya, k da hissəsinə keçir. Burada isə 3 fərqli məqam oldu. Deməli, cavab B variantı. Yenə 55-də də fərqli məqamların sayına əsasən müəyyən edirik. Sazbənd sözündə d t kimi tələffüz olunur. Bir fərqli məqam. Səfərbərlik. El erə keçir. K da hissəsi kimi 2 fərqli məqam. Sərbəstlik. T düşür. 1. El d-ya keçir. Sondakı k da ilk kimi 3. Deməli, burada sıra ilə gedir. 1, 2, 3 fərqli məqam. İndi bizə 4 fərqli məqam olan söz lazımdır. Söyüddük. Söyüddük. 3 fərqli məqam var. Şokolad. 3 fərqli məqam var. Savad. Dammaq. Görürük 4 fərqli məqam oldu. C-ni götürürük. Əməkdaşlıq. Əməkdaşlıq. 3 fərqli məqam var. Sənət, sevərik. 2 fərqli məqam var. Doğru cavab C variantı oldu. 56. Hansı sözlərin tələffüzü doğrudur? Qonmaq. Qonmaq yazılır, qonmaq tələffüz olunur. Düzdür. Minnətdarlıq. Minnətdarlıq yazılır, rıq tələffüz olunur. Düzdür. Saadət. Yazıldığı kimi tələffüz olunmalıdır. Səadət kimi. Təkəbbürlü. El, er kimi tələffüz olunmalıydı. Qəbahətli. Bu düz verilib. Tənbih sözü də M kimi tələffüz olunur. Deməli, cavab 1, 2, 5. 57-ci sual. Yenə tələffüzü səhv olan sözlər. Novruz düz verilib. Yazıldığı kimi tələffüz olunur. Bizdən səhvlər istəyir. Onda biri götürmürük. Radioçerk. Bu olmalıydı. Radio-oçerk. 2 oyla. 2 səhvdir. Çünki 2 sözün birləşməsindən yaranıb. Radio, oçerk. Üstə gəl. Düzdür. Planlaşdırmaq. Düzdür. İstiqamət. T-dıya keçir. Səhv verilib. Qamarlamaq. Burada el, r kimi tələffüz olunmalıydı. Cavab 2, 5, 6. 58-ci sual. Yenə səhv olan sözlər istəyir. Ovxalamaq sözündə uzun tələffüz yoxdur. Səhvdir. Şöhrət yazıldığı kimi deyilir, düz verilib. Mülkiyyət, qoşa yılardan biri düşüb, bu da düzdür. Sümbül, emlə tələffüz olunur, səhv verilib. Mündərəcat yox, mündəricat ilə, səhvdir. Qalereya, düz verilib. Cavab 1, 4, 5. 59. Tələffüzü düzgün verilən sözlər. Odlanmaq. Deməli, yazılışı yazılır odlanmaq, tələffüzdə bu formada verilir. Bir düzdür. Sərrastcasına. Burada sözün sonunda görürük s-tı var. Ondan sonra samitlə başından şəkilci gəldikdə buradakı t düşməlidir. 2 səhvdir. Müttəfiq. Yazılışı belədir. Müttəfiq. Tələffüzdə isə t-lardan biri d-ya keçir. Sondakı q da k kimi daha doğrusu tələffüz olunur. 3 düzdür. Məqsəd. Yazılışda məqsəd. Tələffüzdə məqsəd. Düzdür. Evlad yox, övlad. Laureat yazıldığı kimi tələffüz olunur. 1, 3, 4, 6. Tələffüzü düzgün verilən sözlər. Soraqlaşmaq. Qx kimi tələffüz olunmalıdır. Bir səhvdir. Orfoqrafik. Düz yazılıb, o'lar a kimi tələffüz olunur. Qda k kimi tələffüz olunur. Sərtlik. Sərtlik. D ilə olmalıdır. Burada da x yox, i səs olmalıdır. Ştrixi qoyulmayıb. 3 səhvdir. Müttəfiq. Düz verilib, t-lardan biri d kimi, sondakı qda k kimi tələffüz olunur. Limonat sözü də düz tələffüz olunub. D ilə yazılır, t ilə tələffüz olunur. Daha sonra 61. Tələffüzü düzgün verilən sözləri müəyyən edin. Növbə yazıldığı kimi tələffüz olunur. İyaşə. Burada iaşə sözündə a uzun tələffüz olunur.
Burada isə uzun tələffüzü verilməyib. Bu səhvdir. Fərəhlənmək. Fərəhlənmək yazılır. Fərəhlənmək deyilir. Burada y yox, i səsi olmalıydı. 3 səhvdir. Əlahiddə düz verilib. A uzun tələffüz olunur. Dialekt sözü də düz verilib. İ, ah yazılır. Y əlavə olunur. Deməli, bu oldu 1, 4, 5. 62. Hansı cümlələrdə bütün sözlər düzgün tələffüz formasında verilmişdir? Deməli, birincidə deyir, qatar platformada dayandı. Burada platforma yox, platforma olmalıdır. İ saytı burada yoxdur. Bir səhvdir. Təmir işlərini planlaşdırmaq nəzərdə tutulmuşdur. Bütün sözlər düzgün tələffüz olunub. Uşağın temperatürü yox, temperaturu olmalıydı. Bu səhvdir. Ümumbəşəri ideyaların təbliği bu layihənin düz verilib, uzun tələffüz var, əsas hissəsini təşkil edir. Bu da düzdür. Ç ilə yazılır, C ilə deyilir. Deməli, 4-ü də götürürük. Ambardakı n yazılır, m deyilir. Tütünləri, L ilə yazılır, n ilə deyilir. Yeşiklərə yığdılar. Burada da bütün sözlər düzgün tələffüz olunub. Yenə eyni qaydada bütün sözlər düzgün tələffüz olunmuşdur. Baxaq, danlamağa. Deməli, burada danlamağa yox, danlamağa olmalıydı. Biri çıxırıq. Digərlərində baxaq. Xəbərdarlıq. Burada el kimi tələffüz olunmalıydı. Gəmi lövbər saldı. Deməli, lövbər yazıldığı kimi tələffüz olunur. Sərnişinlər düz tələffüz olunub, n ilə tələffüz olunur. Şəkilçi sahilə uzun tələffüz var, çıxdılar. Deməli, içini götürürük. Müəllimlər üzdən İraq, qx kimi. Qonşuların işğalçılıq, yenə qx kimi tələffüz olunub. Siyasət uzun tələffüz, pislədilər yazılır, pislədilər deyilir. 3 düzdür. Qarşı tərəfdən atılan top mərmiləri kənddə, burada t kimi tələffüz olunmalıydı. Əks səda yaratdı. 4-ü götürmürük. Həkimlər əməliyyata, əməliyyat sözündəki qoşa ilardan biri düşüb, düzdür. Başlamışdılar. Burada da l kimi tələffüz olunub. Cavab 2, 3, 5. 64. Tələffüz zamanı hansı sözlərdə 3 fərqli məqam özünü göstərir? Baxaq. Əzmkarlıq. İ artırılır. Karlıq. 3 fərqli məqam var. Biri götürürük. Ağırlıq. El kimi, qıdaxı kimi tələffüz olunur. İçini çıxırıq. Canlanmaq. En kimi, canlanmaq. 3 fərqli məqam var. Adilanə. Sadəcə uzun tələffüzlər var. Bunlar da fərq yaratmır. 5-də ədəbiyyat şünaslar. Yılardan biri düşür. Şünas, dar. Burada da 2 fərqli məqam var. Deməli, cavabımız oldu 1, 3. Tələffüz zamanı hansı sözlərdə 3 fərqli məqam özünü göstərir? Yenə baxaq. Tərifnamə. Sadəcə 2 yerdə uzun tələffüz var. Fərq yaratmır. Cəsurluq. El-erə, qıdaxıya keçir. 2 fərqli məqam oldu. Həmsədirlik. Sədirlik sözündə i artırılır. El-rıya, çıda hissəsinə keçir. 3-ü götürürük. Mütləqiyyət. Yılardan biri düşür. Danlanmaq. El-enə, en-emə, qıdaxıya keçir. 5-i də götürürük. Cavab 3, 5. Tələffüzü düzgün verilməyən sözlər. Neytrallaşdırmaq. Burada neytrallaşdırmaq yox, i olmamalıdır. Neytrallaşdırmaq. Qalan hər şey düzdür. İyə görə bunu çıxırıq. Bizdən verilməyənlər istəyirdi. Verilməyənlər istəyirsə biri götürürük. Tomoqraf. Tomoqraf elə bu formada da tələffüz olunur, düzdür. Ləngərlənmək. M kimi, 2-də i səs kimi tələffüz olunmalıydı. Dəftərlər düz verilir. Nümunə, o uzun tələffüz olunur, səhv verilib. Tələffüzü düzgün verilməyən sözlər. Loğalanmaq, yox, lovğalanmaq. Bu səhv verilib. Malikanə düz verilib. Sadəcə uzun tələffüzlər var. Piştaxta. İkinci t d kimi tələffüz olunmalıydı. Saxtalaşdırmaq düz verilib. Kələkbaz. Burada ç i səsi kimi verilməliydi. Yenə cavab 1, 3, 5. 68. Tələffüzü düzgün verilməyən sözlər. Qırıq, sökük. Qırıq sözü düzdür. Sökük sözündə i səsi ilə verilməliydi. Nəhəng. C ilə yazılır, Ç ilə tələffüz olunur. Səxavətli düz verilib, uzun tələffüz var. Li də di kimi tələffüz olunub. Xəstələnmək düz verilib. Səhiyyə sözündə uzun tələffüz yoxdur.
Bu da səhvdir. Cavab 1, 3, 4. Daha sonra 69. Tələffüz şəklində verilmiş hansı sözlər yazılışından fərqlənmir? Müşkül sözü. Müşkül sözü ç ilə yazılır, c ilə deyilir. Bir fərqlənir. Mətbə, qoşa ə yazılır, biri düşür. Deməli, burada da fərq var. İddia. Yazılışda y olmur. 3-ü də çıxırıq. Samit yazıldığı kimi deyilir. Ziyafət yazıldığı kimi deyilir. Münsif də yenə eyni qaydada yazıldığı kimi deyilir. Uzun tələffüz yazılış və deyiliş arasında fərq sayılmır. Cavab 4, 5, 6. 70-ci sual. Tələffüz şəklində verilmiş hansı sözlər yazılışından fərqlənmir? Deməli, birincidə verilib domino. Domino yazılır, domino deyilir. Biri götürürük. İkincidə dolap. B ilə yazılır, p ilə deyilir. Foye yazıldığı kimi tələffüz olunur. Ziyarət yazıldığı kimi tələffüz olunur. Füsunkar da eyni qaydada. Fədai sözündə isə fədai yazılır, y ilə tələffüz olunur. Tələffüz şəklində verilmiş hansı sözlər yazılışından fərqlənmir? Kirayə. Sadəcə uzun tələffüz var. Yazılış və deyiliş eynidir. İşgəncə. Yazılış və deyiliş eynidir. Doşap. B ilə yazılır, p ilə deyilir. Vücud. D ilə yazılır, t ilə deyilir. Çiskin. Ç ilə yazılır, c ilə deyilir. Mantiya sözü isə yazıldığı kimi tələffüz olunur. Uyğunluğu müəyyən edin. Tələffüz zamanı cümlələrdəki sözlərin birində. İndi bizə fikirlər və variantlar verilib. Deyir, tələffüz zamanı cümlələrdəki sözlərin birində son hecanın samiti düşür. Cümlələrdə sözlərin birində son hecanın samiti düşür. Baxaq. Sabah Gəncəyə getməliyik. Burada samit düşmədi. Vətən uğrunda şəhid olanlar xalqın qəlbində həmişə yaşayırlar. Yenə samit düşmədi. Atəşgaha gələn turistlər heyrətləndilər. Peçenya hazırlamaq üçün şəkər və un lazım idi. Şəki bir çox görkəmli insanların vətənidir. Burada vətənidir sözündə dırdır şəkilçisi tələffüzdə d kimi tələffüz olunur. Yəni sondakı samit düşür. Deməli, birinciyə biz yazırıq yeni. Daha sonra tələffüz zamanı cümlələrdəki sözlərin birində ikinci hecanın son samiti düşür. Deməli, burada biz C variantına baxsaq, görürük turistlər sözü var. Burada da s-t birləşməsi var ikinci hecada. Ondan sonra da samitlə başlanan şəkilçi gəldiyinə görə buradakı t düşür. Deməli, ikinciyə yaza bilərik biz C-ni. Daha sonra ikinci hecadakı açıq sait qapalıya keçir. Sabah Gəncəyə getməliyik. Burada ə-iyə keçir tələffüzdə. 3-ə A-nı yazırıq. Daha sonra vətən uğrunda şəhid olanlar xalqın qəlbində həmişə yaşayırlar. Burada olur yaşayırlar. A-ıya keçir. Bir də B-ni yaza bilərik. Qaldı D variantı. D variantı isə heç birinə uyğun gəlmir. 73-cü sual. Uyğunluq. Tələffüz zamanı sözlərin birində sözün ikinci hecasındakı sait düşür, sözdəki ikinci hecanın son samiti düşür, sözün ikinci hecasındakı açıq sait qapalıya keçir. Deməli, A variantına baxaq. Deyir, günün istisindən təngi nəfəs olmuş heyvanlar kölgəyə çəkildilər. Burada kölgəyə sözündə üyə keçir. Kölgəyə. Sözün ikinci hecasındakı açıq sait qapalıya keçir. Deməli, A-nı biz üçüncüyə yaza bilərik. Daha sonra qadınların bəziləri əl uşaqlı olduğundan otaqları qızdırmışdılar. Burada tələffüzdə qadınların bəziləri əl uşaqlı olduğundan otaqları qızdırmışdılar. Verilənlərə baxaq. Deyir, haradaydı o? Aha. Sözün ikinci hecasındakı sait düşür. Əl uşaqlı sözünə baxırıq. Görürük ki, burada ikinci hecadakı i saiti tələffüzdə düşür. Deməli, biz 1-ə B-ni yaza bilərik. 1-ə B-ni. Daha sonra 2-də də qaldı sözdəki ikinci hecanın son samiti. Aparıcı qonağı tamaşaçılara təqdim etdi. Burada yoxdur. Aktyorun səhnədəki sərbəstliyini, yenə burada sərbəst sözündə samitlə başlanan şəkilci gəldiyinə görə t düşür. Deməli, cavab D variantı oldu. Cavan oğlan cəld ata mindi, qonşu kəndə yola düşdü. Burada heç birinə uyğun gəlmir. İkinciyə də yazırıq D variantını. Deməli, 1B, 2D, 3A. 74-cü suala baxaq. Ardıcıllığı müəyyən edin.
Həyəti alaq otları basmışdı. Əvvəlcə tələffüzlərini yazaq. Həyəti alaq otları. Deməli, alaq sözündən sonra saitlə başlanan söz gəldiyinə görə ğı kimi tələffüz olunur. Dərindən köks ötürüb gözlərini uzaqlara dikdi. Əgər belədirsə, keç təqsirimdən. Satqını sürüyüncüdür düzünə. Deməli, cümlədəki sözlərin birində q hərfi k səsini ifadə eləyir. K üçüncüdədir. Deməli, biri bura yazırıq. Cümlədəki sözlərin birində q səsini ifadə eləyir. Birincidədir. İkini birə yazırıq. Cümlədəki sözlərin birində q hərfi ilə q səsini ifadə eləyir. Baxırıq, satqın sözündə elə q kimi tələffüz olunur. Dördüncüdə də deyir x kimi. X da burada ikincidə uzaqlara sözündədir. Cavabımız olur 2, 4, 1, 3. Deməli, bu da orfoepiya mövzusunun sonuncu testi idi. Bu testləri də izah elədim. Bu günlük video bu qədər. Əgər sizə faydalı olarsa, bəyənməyi, kanala abunə olmağı unutmayın. Digər mövzuların izahı da yaxın günlərdə kanala yüklənəcək. Növbəti videolarda görüşənə qədər.